Jale buyur, sabahın xeyir olsun. Efirdəsən, eşidirik səni. Təşəkkür edirəm. Mən də sizi və telesəhər izləyicilərimizi salamlayıram. Sabahınız xeyir olsun. Bəli, səhər saatlarında idmanla məşğul olmaq hər birimiz üçün faydalıdır. Qeyd edim ki, paytaxtın müxtəlif istiqamətlərində məhz belə idman qurğuları quraşdırılıb ki, hər kəs gəlib səhər saatlarında burada idmanla məşğul ola bilərlər. Ümumilikdə bu qurğulardan istifadə qaydaları necə olmalıdır? Elə bununla bağlı ətraflı məlumatları bizimlə birgə birbaşa bağlantıda olan müsahibimiz Azərbaycan Bodybuilding Federasiyasının hakimi Ceyhun Həmidov çatdıracaq. Ceyhun bəy, sabahınız xeyir olsun. Ətraflı məlumatları sizdən eşidək. Salam. Bəli, bugün turnikdən dartınma hərəkətinin düzgün qaydasını göstərəcəyik və düzgün texnikasını. Əsas odur ki, qol axıra kimi açılmasın. Niyə? Onda elə bil ki, ağırlıq oynaqlara keçir. Ona görə maksimal dərəcədə çalışırıq əlimizi axıra kimi buraxmayaq. Yəni oynaqların üzərinə belə deyək də naqruskanı verməyək, ağırlığı verməyək. İndi düzgün icra etmə qaydasını göstərəcəm. Sayıları belə eləyirik. Yəni maksimal sayılar etmək olar. Əsas odur ki, podxod yanaşmaları, yəni ən azı bir 10 yanaşma etmək lazımdır. Buyurun. Turnik belə deyək də funksional bir hərəkətdir. Kürək və qolun qabağın bir çox əzələləri çalışdırır. Yəni ona görə də məsəl üçün əgər tutuş qaydasını dəyişsəz, siz daha çox qolun qabağına işləyəcəksiniz. Bu tutuşla mən icra elədiyimiz tutuşla daha çox kürək yüklənir. Yəni çox funksional bir hərəkətdir. Gün ərzində nə qədər məşğul olmaq sizcə kifayət eləyər? Sırf turnikdən məncə bir 10 yanaşma eləsəz, sayıları maksimum şəkildə kifayət edər. Təşəkkür edirəm, çox sağ olun. Belə, bizim isə səhər idmandan çatdıracağımız məlumatlar bundan ibarətdir. Söz yenidən sizdədir. Jale, sənə və müsahibinə təşəkkürümüzü bildiririk.